Kəbədə doğulması ilə məsciddə qılınc zərbəsi alması arasında mənalı bir ömür yaşayıb. Onun bir zərbəsi insan və cinin ibadətindən üstündür. O ümmətin atalarından biridir. O ümmətin atasıdır və qiyamət günü şəfaət hüququna sahib olan şəxslərdən biridir. O elm dəryasıdır, elm xəzinəsidir. Xristiyan dininə mənsub olan alimlərdən biridir ki, o böyük xətib Əli ibn Əbu Talib bugün Kufə məscidində öz xütbələrini söyləsəydi, görərdi ki, dünyanın bütün dahiləri onun elm çeşməsinin ətrafına toplaşıb. Zaman keçdikcə o nəinki sıradan çıxmır, daha da aktuallaşır. O öz zamanından daha çox indiki zamanda tanınır və zaman keçdikcə Əli əleyhissalam daha çox tanınacaq. Buna heç bir şübhə yoxdur. Çünki o zaman və məkanın fövqündə olan bir şəxsiyyətdir. Əli haqq elədir, haqq da Əli ilədir. Harada Əli varsa haqq oradadır. Və şükür Allaha ki, Azərbaycan xalqı haqqı məhz Əli əleyhissalamla əlaqələndirir, onun şəxsiyyətinə bağlanmaqla haqqa bağlanır. O Peyğəmbərin elm şəhərinin qapısıdır və elm sorağına çıxan insanlar mütləq bu qapıdan keçməlidirlər. Hidayət olmaq üçün, ilahi mərifətə sahib olmaq üçün o bir meyardır. Onu sevənlər də çox olub, ona qarşı olanlar da çox olub. Ümumiyyətlə, üstün şəxsiyyətlər dost və düşmən yaratmaq istedadına sahibdirlər. Əli əleyhissalam bu baxımdan yeganədir. Həm ona hədsiz bağlı olan insanları formalaşdırıb. Əlinin sevgisi tarixdən misilsizdir. Əli əleyhissalamın sevgisi ilə nə qədər insanlar fədakarlıq edib, şəhadət zirvəsinə ucalıb. Eyni zamanda Əli əleyhissalam düşmən də yaradıb. Yeganə Allah övliyasıdır ki, onun adıyla, onun adına lənət oxunub tarixin müəyyən dövrlərində. Amma alimlərdən birinin dediyi kimi, o ətir şüşəsinə bənzəyir. Sındıqca ətri daha çox yayılır. Onun sevgisi qəlblərdə ilk gündən özünə yer alıb və bugün də bütün insanlıq sevər, ədalət sevər insanların qəlbində Əli əleyhissalamın xüsusi yeri var. Əli əleyhissalamın sevgisi Allahın verdiyi xüsusi bir nemətdir və bu nemətə görə Allaha şükür edirik. Arzu edirik ki, dünyada onu sevdiyimiz kimi qiyamətdə də onun yanında qərar tutaq. Çünki onun yanında olan haqqın yanındadır, Peyğəmbərin yanındadır və